Salam, hər vaxtınız xeyir olsun. Bugün sizləri Mərdəkandan salamlayıram. Hal-hazırda Mərdəkanda 12 sotun içində möhtəşəm bir ev göstərəcəm. 980 min qiymətdir, 12 sotdur, 450 kvadratdır. Burada söhbətgahı, amma ev sahibi buranı idman zalı kimi də istifadə eləyir. Yaşıllığa, güllərin gözəlliyinə bax. Kifayət qədər yaşıllığı, evdə bəzi indi danışılacaq mebellər çıxacaq. Mebel qarışıq demək olar ki, satılır. Gəl hovuzunu da göstərək. Bu tərəf yaşıllığını da göstər. Meyvə ağacları. Qəşəng bağda. ...11 metr uzunluğunda, 5 metr enində, 1.60 dərinliyində hovuzu. Buranın da əgər kiminsə balaca uşağı varsa, rahat ola bilər. Burada maşın qarajı, bu gördüyünüz mebellər qalacaq. Həyət mebelləri demək olar ki, hamısı qalacaq. Burada maşın qarajı, bir maşınlıq qarajıdır. Burada evin qarşı tərəfi. Burada da stul qoyublar, bax. Burada da əyləşmək olur. 3 dənə də manqal var. Ya Allah, daxil olaq evin içinə. İtə var, bu da düşüb dalımız. Gəlin indi evin içərisi ilə də tanış olaq. Daxil olan kimi geniş bir pilləkən bizi qarşılayır. Burada sol tərəfdə 90 kvadratlıq bir zal. Mikrofon qalıb əlimdə belə tutmuşam, mikrofonla gəzirəm. 90 kvadratlıq bir zalı var. Tavanın hündürlüyü 3.60'dır. Buradan həyata çıxış. Bu pişikdir, şirdir. Vallahi mən bunu şir oxşatdım. Maşallah, maşallah. Nə boydadır bu? Burada pilləkənin altında qardırıb, dolab qoyublar. Burada mərtəbənin ümumi sanitar qovşağı. Birinci mərtəbənin yataq otağı. 30 kvadratlıq belə bir geniş mətbəxi. Mətbəxin yanında söhbətgahı. İkinci söhbətgahdır bu. Evdə ümumilikdə 2 dənə söhbətgah var. Bağladım. Açdım. Allah. Qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbəyə. Gəlin bir yataq otaqları ilə tanış olaq. Evdə 4 dənə yataq otağı var. Bu birinci yataq otağı. Baxırımın səsi gəlmir. Gəl bu yataq otağının böyüklüyünə bax. Bu ikinci yataq otağı, özünün sanitar qovşağı. 50 kvadratlı bir yataq otağı. Maşallah fırlanasan burada belə. Gəl orada da yataq otaqlarını göstərim. Bu üçüncü yataq otağı və özünün sanitar qovşağı. Bir de burada da balkonu. Eyvallah. Burada da evin ikinci mərtəbəsinin ümumi sanitar qovşağı. Və sonuncu 5-ci yataq otağı. Evdə ümumilikdə 5 yataq otağı var. Bunu da qeyd eləmiş olum sizlər üçün. Heç nə gedək həyətdə sağollaşaq. Gəl. Gör evin arxa tərəfində nə var. Ev sahibi, indi tam çəkməyəcəm, vaxt itkisi olmasın deyə. Ev sahibi burada öz üçün bir dənə parnik düzəldib. Bütün meyvə tərəvəzini burada yetişdirir. Əla. Dəyərli izləyicilərimiz, gözəl müştərilərimiz. Gəldik bir videomuzun daha sonuna. Sizə evin yerini deməmişəm. Mərdəkan olduğunu dedim, amma yerini demədim. Dalğa Arena yolunun üzərində yerləşir bu ev. Dükkan restoranı var, vətən restoranı var. Həmən o restoranların yaxınlığındadır. Yoldan 30 metrlik, ana yoldan 30 metrlik məsafədə yerləşir. Qiymət 980 min manat. Sonda da demişdim, təbii ki, endirim olunacaq. Allah hər birinizə bundan daha yaxşı, daha gözəl evlər nəsib eləsin. Hələlik, özünüzdən müğayət olun.